Bir gün ağa şair Xaloğlu'dur. Bir gün şair dedi ki, Türbəndə qardaşlar götür, akşam saat 8'də və 7'də mi ol bizdə. Türbəndə qardaşlar oturduq maşına getdik. Şair nə söhbətdir, nə olub, niyə bizi girir şair? Dedi, gözləyin, sizə and içmişəm, hesab deməyik. Mən səhv desəm, Türbəndə qardaşlar oturduq maşına, saat hazır 8'e qalmışdı. 8'e az qalmış, oturduq maşına. Gəldik, ağa o vaxtı bizdə patistansiya deyirlər, orada işləyirdi. Gece saat 8'de bunun ismini gəlmiş, dəyişim olmata bilmirəm, nəysə, onun üçün şair bizi ora gəldik, salam aleyküm, aleykümselam dedi, mən and düşmüşdüm, şair dedi. İndiyə nəsə sizə bir söz demişəm, dedi yox. Dedim, Türbəndə də dedi yox, mən dedim, dedim, mən bura gətirmişəm, and düşmüşəm ki, heç bir kəlmə deməyəcəm. Amma indi deyirəm, əgər mən nəsə bir, elə bir şairə demişdilər, pul aldı, nəsə verib bıraktı, ağa bəyət otur işlətdi. Onun üçün də onu yəni qaldırmamaq, deməmək olmaz. Dedim, ay qardaş, şair həqiqətən Sifdədən, Türbəndə qardaşının bir ilk dəfə evladımız şəhid olandan, hətta evladımızın yası ərəfəsində, mən şəxsən evladımın 7'sində gəldim şair orada gördüm. Elə də şəhidlərimizin hər birinin, 40'ına kimi bütün şəhidlərimizin hər birinin evinin qarşısında şəhidlərimizin şəkilləri oldu. Bu münasibətdə də bütün şəhidlərimizin küçə adları hamısı oradan yaralı. Deməyim nədir? Sözüm onda yox. Türbəndə ilə də onunla da əlavə başta da Seyid olma şərtiyle Respublikamızın hər bir yerində gelip Türbəndə qardaşına ziyarət eləmişik, getmişik. Hətta yaşımada ilk dəfə Türbəndə ilə bir yerdə ağac əkmişdi, Suz Qarayev. Həmən yerdə indi 52 hektar torpaq ayrılı park. Ali Başkomandanımız da gəldi həmən orada açılış elədi. Emin həmən yerdə ağacı iki dəfə düzəlmişik. Mən inşallah Allah nəsib etsin, Allah dönməyə bizə nəsib etsin, hər ağızda tikindilər gedirlər. Mən böyük bir öz şəxsi vəsaitimdən inşallah Allah o günü mənə nəsib etsin. Ağdamda Qarabağ Ocağı İctimai Nəzarətçi bizim hansı ki registrasiyadan bir dəqiqə hal-hazırda gedir. İnşallah böyük bir məkan qurulacaq onların adına, cümlə şəhidlərimizin adına inşallah. İnşallah. Demək, düşdük, dedi ki, bəs bu şair belə məndən xahiş edirlər ki, şair bu işləri, şəhidlərin işləri görməsin. Dedim, ay kişi, danışırsan şair, mən şairi tanıyıramsa, hətta həqiqətən də o vaxtlar bir şairin nə qədər pul, pənə, nə vardı, hamısı mən dəqiq bilirdim. Mən gece saat 2'də də durdursam, bilərdim ki, budur. Sən nə danışırsan? Şair hansı pul, şair o qədər saf, təmiz insandır ki, suyu belə üfür içir. Elə də Seyid Elman, əlbəttə ki, şairi bu işlərdə hazırlayan Seyid Elman olmuşdu. Şair də sağ olsun ki, həqiqətən Seyid Elman bu işləri görür 93-cü ildə. Amma şairi də tapılmışdı Elman qardaşla, neydi? Yadımdan qoyubsa, şöyle yadımdan onda dərim. Bu Dilsuz Qarayevin adına şeir yazmışdı. Həmən şeir bu dəqiqə üstadlara, marşa bəstənir. Onu şairliklər dönməz yazır. Bax, o şeirin hesabına da Ələsgər müəllim. Onlar gəlib ikisi şairi tapmışdılar və şairi də təbliğ eləmişdilər. Şair də onun üçün bu işləri hele də bütün şəhid analarını, atalarını bir yerə toplamışdılar. Bu da bizə çox gözəl effekt verdi. Bir yerdə olduq, birbirimizin həmi dərdlərimizə şərik olduq, həmi həqiqətən nətər deyim,
çox belə möhtəşəm günlərim ona görə hər birimiz. Söhbət yox, içimizdə eləsi var. Məsələn, Türbəndə qardaşım, Səyyaf kişi, qardaşım Səyyaf kişi, yəni o da şəhid atası idi. Mən şəxsən onu 8 ay, 1 ilə yaxın mən o özünə gəlmədim. Bunu hamı canı şahid ki, çox evlad itirmişdi, həqiqətən şok deyildi, açıla bilmədik ki, hara gedirdi, amma o abidəsindən... İlqar ata nədə qapanıb evdə? Bəli, evladının abidəsindən sonra Muğamlıda parkda ən çox o ata gedib oturdu. Ondan sonra ata təmiz ayağa da durdu, gəlsi də, bütün demək olar ki, xəstəliyi də belədir. Hətta oturdu başına ki, bizlə hər tərəfə tədbirlərə də getdi. Hər yana gedirdi. Bunu hamımız, çünki, bax, bu kişi də bizim yanımızda. İndi həmən şairimizə indi bu istedadlı olanı şair özü yazdığı şeydir. Kişi, mən nə elə, nə demək istəyirəm. Sağ olsun, ağa. Ağladım, bana elədim. Görə Üç Qardaş proqramına şey yazacağız, bizim proqramı. Demək, nə demək istəyirəm? Həmən andan sonra ağa da boşuldu. Onun aparıcısı Azərbaycan. Ağası oğlu bilmə, ondan qabaq. Ondan qabaq da sən şəhid ailələrin yanında olurdun da yəni. Olurdu. Ama o derinlikte yok. O da O yüzden sonra keber. Bəzən ağamın oğludur o Yusuf Aziz. O sifətində gülüşü oxşatını. Salam aleyküm. O kadın olarak. Şəhid ailəsi. Qardaş. Elə historik adamı o şəhid kardeş. Qardaş gözdən dayanmaya vurdum qadın. Şəhid qardaşı, mənim qardaşım, mənim canım. Gel otur. Otur dedi. Oturacağım bu hele burada görüş. Şəhidimizin şəkili burada da qardaşımız, yəni ki olar. Yəni ki olar. Burada yok idi, onlar pərdədən idi, mesaj efendi. O da gəldi. Qardaşımın şəkilini göstərdim. görəsən sən, bunu bilirsən, bunu bilirsən. Demək, ağa gördü ki, halası oğlu düzgün yoldadır. Yok size inanmam daha ona değil. Size Ağa, güvendim. ağa ondan sonra keçdi dərniyə şəhid, hətta ağanın iştirakı ilə, onun qızının iştirakı ilə qız da Allah şəfasını versin. Allah'tan arzu edirik ki, Allah yox yerinə şəfasını versin. Çox dəyərli bacımızdır. Allah xəstələndi, Allah şəfasını versin. Amin. Demək, Allah şəfa olsun. o onunla ağanın Şekliniz burada oturur. hətta Verirsən. bir dənə şəhidimizə belə ev tikdirdi. Başda da səbəblər bir yox, bir neçə. Amma həmən ərəfədən sonra şəhid. Yəni ağanın özünün fəaliyyətləri çox olub, çox yerdə ağı ilə. Hələ bunların nəfəsi Nəinki Ağcabədi şəhid ailələri, hətta Respublikanın digər yerində çox şəhid ailələri, şəhidi məclisində mən ağa ilə rastlaşmışam. Həqiqətən Allah atasına rəhmət eləsin, Allah xəstə olanların hamısına şəfa versin, Allah şəhidlərimizi ruhu şad eləsin. Ağa, deməyim budur ki, yəni bu cür insanlar elə də şair də o gün bugün hər an yanımızda olub, söhbət yoxdur. İndi bilirsiniz, düzdür artıq, elədir ki, düzdür. Nəinki şair bu gün artıq hətta belə Seyid Elmanı mən şahsən həftələrlə dalıncan oldum. Artıq bu işdən bezdiriblər. Bir an düşmüşəm, mən bir də o işi görməyəcəm. Mən də buna çox... Qardaşları yetişir. Burada gələcək, zəng gəldi, gələcək. Burada söhbət yoxdur ki, məmurlardan da var, az hissədə. Burada şəhid ailələrindən də var. Amma sıravi adamlar da var ki, halbuki indi səbəb nədir, niyə mani olurlar onu da əlmərəm, amma bu həqiqət, bu reallıq var. Bu cür insanlar içimizdə var.
Əzata, icazət versən mən bir kəlmə söyləyim. Deməyim nədir? O dərinliyə getməyək, Allah nətər deyir. Yox, yox, onu demirəm. Şimdi insan psixologiyasına uyğun bir söz deyil. Amma bir iş də var ki, mən sizə bir belə bir həftə, 10 günü söhbət edim. Mən Siyəcəndə məşğulkən durdum, orada Şahlar atalar. Atanın 23 il bundan qabaq beli qırıb, invaliddir, beli qırıb, invaliddir. Əgər Şahlar ata o cür səyahəti ilə meçti, şəhidlər meçtini o bərpa eləyibdir, onun inşası olubdur. Əgər onu dünyaya, həyata getiribsə, bərpa eləyibsə, onda biz sağlam şəhid ataları gör nə qədər tənbəllik eləyirik. Gör, o öz evladı ilə birlikdə artıq 500 minlərlə belə nətəlim şəhidlərimizin adını əbədələşdiribdir. Bu günlərim şəhidlərimizin hamısının adı Allahın evindədir, müqəddəs evdədir. Söhbət yoxdur şəhidlərimizin özləridir. Həmən məsciddə deyimsən, o hadisi lövhələri qoyun. İndi bu cür insanlar, yəni bu cür atalara, elə insanlara, o cür insanlar halbuki ağa da seyiddir, yəni seyidlərimiz, mən bir dəfə bunu əlavə eləmişəm. Niyə Sovet hökumətinin vaxtında seyidlərimizi, mollalarımızı qovublar? Çünki o xalqın içində, o xalqı həmişə yaxşı, güzaran, işıqlandırmaya aparıbdılar. Mən görürəm ki, indi baxanda görürsən ki, bu cür da seyidlərimizi sıxıblar, seyidlərimizə elə nətər deyim, dinimizi yoxa çıxartmaq istəyir. Yenə də Allah şəhidlərimizə ruşad eləsin, səbir etsin. Danışmalı sözlərimiz çoxdur. İnsanlar götürəndə, məsələn, türbəndə, bax, şairlə çox yerlərdə olmuşuq. Söhbət yoxdur, türbəndə də ən çox orada fəaliyyət göstərən, yanımızda olan adam biri elə türbəndə qardaşlar. Sağ olun, var. Sənlə eləcə də hamımız bir olmuşuq. Hamımızın sözü, əməlimiz bir olub. Yəni, şairin arkasında getmişik. Bizim rəhbərimiz olub, biz onda ancaq bu rayonlara getdik. Hara, çıxdıq. Nədir o rayonladır? Yox, da. Neftçala. Neftçalada olur. Neftçalada, hələm Lerikdə, Böyük dağlarına gedib ağacaq. Miri kəndində getmiş, çıxmışıq orada da sərhəddə, İranla sərhəd. Ağac əymişik. Şəhidlərlə ağac əymişik. Şəhidlərlə də o evdə bir siyana çay içmişik. Ağacın əymişik. Bəzi adın sözü olmasın, soğuqatda getmişik. Allah'ın sonu hoşlar olsun. Sözüm onlarda gece gündüz ancaq gece gündüz çıt getdik Bakıya. Bakıda da Bakı kəntinə də orada şəhidlərlə görüşmüşük. Ondan sonra getmişik Nolarlikiyə. Oradan qayıtmışıq Qaradağ generalların yanına orada olmuşuq. Yəni yoldaşlarla. Söhbət yox, bu işlərin başında duran Seyid Elman olubdur, belədir. Və Seyid Elmanın da sahəsində söhbət yoxdur, şair, bizləri, Ağcabədinin bu günlərin Respublika örnək olmanın səbəbkarı başda Seyid Elmandır. Ağcabədidə də baxmışam. Aparıcı da Allah canı sağır. Mən fəxr edirəm insanlarla. Bəyək qeyd elədim, yenə də qeyd eləyirəm. Marşı da yazan şəxsən bax, Dilsuz Qarayevin də evindən hər şey başlayır. Mənim haradasın, adınızı səhv olarsa. Dilsuz Qarayevin. Çünki o şeirin hesabına onlar gəlib, axtarıb, işini tapıb. Beləmi sən? Ay maşallah. Mən səndən rica edirəm, xahiş edirəm, zəkandan istifadə elə. Gözəl bir